Həmişəki mübahisə, kola hansı qabda daha dadlı olur? Gəlin, bu məsələyə aydınlıq gətirək. Deyirik ki, kolanın şüşə qabda dadı başqadır. Bəs bu həqiqətdir, yoxsa sadəcə bizə elə gəlir? İnternetdə bu mövzu əsl müharibəyə səbəb olub. Çoxları deyir ki, şüşə qab hər şeydən yaxşıdır. Coca-Cola şirkəti isə dadın dəyişmədiyini iddia edir. Yaxşı, bəs əslində necədir? Gəlin araşdıraq. Hər şey materialdan başlayır. Şüşə inertdir, yəni kolanın dadına heç bir təsir göstərmir. Plastik və alüminium qablarda isə vəziyyət fərqlidir. Onların daxili örtüyü dadı bir qədər dəyişə bilir. Gördüyünüz kimi hər bir qablaşdırma içkinin dadına özünə məxsus şəkildə təsir göstərir. Başqa bir vacib məqam isə qazlılıqdır. O, kəskin, təravətli dadı verən məhz odur. Plastik butulkalar qazı daha tez buraxır. Məhz buna görə də içkinin qazı daha tez qaçır. Amma məsələ təkcə qabda deyil. Bəzən içkinin reseptinin özü də fərqli olur. Gəlin baxaq. Məsələn, Meksika kolası şəkər qamışı ilə, Amerikada isə yüksək fruktozalı qarğıdalı siropu ilə hazırlanır. Bir çoxları üçün daddakı əsas fərq məhz bu şirinləşdiricidən qaynaqlanır. Yaxşı, bəs hər şey elmə bağlıdır, elə də tələsməyin. Beynimizin bizə oynadığı oyunlar da var. Dad bilmə təkcə dildə olmur. Gördüklərimiz, eşitdiklərimiz və toxunduqlarımız da dada çox təsir edir. Məsələn, kola ağ kutu buraxanda hamı dadın dəyişdiyini dedi. Amma əslində resept eyni idi. Şüşənin ağırlığı, sərinliyi, hətta qapağının səsi belə beynimizi daha yaxşı bir dada hazırlayır. Yaxşı, bütün bu elmi və psixoloji səbəbləri bildikdən sonra son qərarımız nədir? Deməli, bu tək bir səbəbdən deyil. Həm material, həm resept, həm də psixologiya rol oynayır. Bütün bunları bildikdən sonra sizcə hansı daha dadlıdır? Seçiminiz dəyişdi, yoxsa yox?